Mən Süreyya müəllimə bugündən etibarən sizin tarix müəlliminiz olacağam. Bugün haqqında danışacağımız mövzu Azərbaycan tarixi mövzusundan Azərbaycan ərazisində ibtidai icma quruluşu mövzusudur. Ümumiyyətlə bildiyimiz kimi tarixdə müəyyən ictimai-siyasi quruluşlar mövcuddur. Bunlara misal olaraq ibtidai icma quruluşunu, quldarlıq quruluşunu, feodalizm quruluşunu, kapitalizm quruluşunu misal göstərə bilərik. İbtidai icma quruluşu bəşər cəmiyyətinin ən uzun sürən quruluşudur, ən qədim dövrüdür, ilkin mərhələ hesab edilir və ilk insan tipi yaranandan insanlar arasında sosial bərabərsizlik, yəni siniflər, təbəqələr yaranana qədər olan dövrü əhatə edir. Biz bu cümlədən belə başa düşdük ki, ibtidai icma quruluşunda heç bir sinif yoxdur, istismar yoxdur, sosial bərabərsizlik yoxdur, varlıq kasıb anlayışı yoxdur. İnsanlar sadəcə olaraq təbiət qüvvələri qarşısında mübarizə aparırlar, qida əldə edə bilirlərsə, kollektiv yaşaya bilirlərsə, heyvanlara qarşı, digər yad ünsürlərə qarşı qoruna bilirlərsə, demək həyatlarını davam elətdirə bilirlər. Yox, əgər bacarmırlarsa, təbiətlə mübarizədə məğlub olur və bununla da həyatlarını yekunlaşdırırlar. Və Azərbaycan ərazisi də ən qədim insan məskənlərindən biri hesab edilir və Azərbaycan ərazisində yerləşən qədim bu düşərgələr, məsələn Azıq mağarası, məsələn Qobustan, məsələn Kültəpə, məsələn Göytəpə kimi qədim dövrə aid olan abidələrimiz nəinki Azərbaycanda, hətta dünya elmində maraq obyektinə çevrilmişdir və burada tədqiqatlar aparılmışdır. Bir digər məsələ nədir? Niyə görə Azərbaycan qədim insan məskənidir? Çünki Azərbaycan ərazisində şirin su qaynaqları yerləşir. Biz bilirik ki, su həyat deməkdir və bütün qədim sivilizasiyalara baxanda görəcəyik ki, şirin su hövzəsi hardadırsa, qədim sivilizasiyalar da məhz oradadır. Məsələn, Misir, hansı ki biz dünyanın harasına gedirsə gedək, əlimizə tarix kitabı götürsək, mövzu ilk Misir və Mesopotamiya mövzusundan başlayır. Niyə? Çünki oray ilk ən qədim sivilizasiya və dövlətçilik ənənəsinin yarandığı yerdir. Misir harada yerləşir? Nil çayı hövzəsində. Mesopotamiya haradır? Elə adından da görüldüyü kimi iki çay arası vadi, Dəclə-Fərəd çayları arasında. Azərbaycan da şirin su qaynaqları ilə zəngin olduğuna görə, eyni zamanda burada insanların, qədim insanların yaşaya biləcəkləri təbii mağaralar olduğuna görə və təbii ki, zəngin flora və faunasına, bitki və heyvanat aləminə sahib olduğuna görə qədim insan məskənlərindən biridir Azərbaycan ərazisi. Bir digər sual ortaya çıxır ki, biz hardan bilək ki, bu tapdığımız qədim nümunələr məhz insanlara məxsus nümunələrdir? Nədir insan cəmiyyətini heyvanat aləmindən, digər canlı qüvvələrdən ayıran səbəb? Ən əsas birinci səbəb əmək aləti hazırlaya bilmə bacarığıdır. Belə ki, biz hər hansısa bir heyvan görmüşükmü qidanı ovlamaq üçün öz bədən üzvlərindən başqa hər hansı bir vasitədən istifadə eləsin, alternativ əmək aləti hazırlasın? Xeyr. Bunu kim eləyir? İnsan eləyir. Ona görə insanı heyvandan fərqləndirən birinci təməl xüsusiyyət əmək aləti hazırlaya bilmə bacarığıdır. İkinci əsas xüsusiyyət insanların oddan istifadə edə bilmə bacarığıdır. Biz görmüşükmü hər hansısa bir heyvan qidanı ovladıqdan sonra onu bişirsin, ondan dadlı yeməklər hazırlasın, sonra yesin? Xeyr, çiğ halda, yəni ilkin əldə elədiyi halda hansı şəkildədirsə o halda qidalanır. Amma insan onu bişirir, maraqlı ədviyyatlar əlavə eləyir, onu günbəgün ləzzətləndirməyə çalışır və s. və ilaxır. Üçüncü ən əsas təməl xüsusiyyət isə şuurlu rabitəli nitqə malik olma bacarığıdır. Bəli, heyvanlar da müəyyən səslər çıxardırlar. Mən sizdən eyni fikirdəyəm. Amma onların çıxartdığı səslər reflekslərdir. Amma insanların nitqi şuurludur. O, Azərbaycan dilində danışır, monoloq deyir, dialoq deyir, şeir deyir, mahnı oxuyur, ingilis dilində danışır. Bu isə insanın nitqinin ünsiyyətinin şuurlu və rabitəli olduğunu sübuta yetirmiş olur. Diqqət yetirək, biz bayaq nə dedik? Dedik ki, insanı heyvandan fərqləndirən birinci təməl xüsusiyyət əmək aləti hazırlama bacarığıdır. Və həmin o əmək alətlərinin hazırlandığı materiala uyğun olaraq ibtidai icma quruluşu 3 mərhələyə bölünür. Hansı mərhələlərdir bunlar? Daş dövrü, tunç dövrü və dəmir dövrü. Adından da görüldüyü kimi əmək alətlərinin əksəriyyətinin daşdan hazırlandığı dövr daş dövrüdür. Əmək alətlərinin əksəriyyətinin tuncdan hazırlandığı dövr tunç dövrüdür. Əmək alətlərinin əksəriyyətinin dəmirdən hazırlandığı dövr də dəmir dövrüdür. Və bir məsələni də diqqət yetirək. İlkin insanların əmək alətləri nədən ibarətdir? Yerqazan çubuq,
ucu sivri daş və dəyənək. Bunlar insanların ilkin əmək alətləridir. Hansı ki, yerqazan çubuq bitkilərin kökünü əldə etmək üçün. Biz bilirik ki, biz bəzi bitkilərin meyvəsini deyək də kökünü yeyirik. Elə kökün özü, kartoşkanın özü, turpun özü və yaxud da ki, ucu sivri daş, hansı ki, pusqu ovçuluğu vasitəsilə əldə olunan heyvanların parçalamaq, ovlamaq, onları hissələrə bölmək üçün istifadə olunurdu. Və yaxud da ki, dəyənək. Ağacdakı almanı yerə salmaq üçün və yaxud da ki, yenə hər hansı bir heyvanları ovlamaq üçün bu vasitələrdən istifadə edilirdi. Bir digər məsələ nədən ibarətdir? Məsələ odur ki, daş dövrünün özü də müəyyən mərhələlərə bölünür. Paleolit, mezolit və neolit. Paleolit dövrü qədim daş dövrü deməkdir. Mezolit dövrü orta daş dövrü deməkdir. Neolit dövrü isə adında görüldüyü kimi neo, yeni, yeniliklərdən ibarətdir. Yeni daş dövrü deməkdir. Bir də bizim daşdan tunca bir keçid dövrümüz var ki, ona da biz eneolit dövrü deyirik. Və qədim daş dövrü olan paleolit dövrü özü 1,5 milyon il bundan əvvəldən və yaxud da ki 2 milyon il bundan əvvəldən eramızdan əvvəl 12-ci minilliyə qədər olan dövrə əhatə eləyir. Və bu qədim daş dövrü olan paleolit dövrün özü də mərhələlərə bölünür. Alt paleolit, orta paleolit və üst paleolit. Bir digər mərhələmiz isə mezolit dövrüdür. Qeyd etdiyimiz kimi buna həm də tərcümədə orta daş dövrü deyirik və əksər hallarda test tapşırıqlarında bizim qarşımıza mezolit dövrünü orta daş dövrü şəklində verirlər. Bəzən yoldaşlar bunu orta daş dövründən orta paleoliti qarışdırırlar. Buna mütləq şəkildə diqqət yetirin. Mezolit dövrü isə eramızdan əvvəl 12-ci və 8-ci minillikləri əhatə etməkdədir. Növbəti mərhələmiz bizim yenilikləri ilə dolu olan neolit dövrüdür. Hansı ki, o da eradan əvvəl 8-ci, 6-cı minillikləri əhatə etməkdədir. Və qeyd etdiyimiz kimi daşdan tunca keçid dövrümüz var. Hansı ki, eneolit dövrü və yaxud da ki, biz buna misdaş dövrü deyirik. O da eramızdan əvvəl 6-4-cü minillikləri əhatə etməkdədir. Bir digər məsələ nədir? Bir digər məsələ odur ki, biz bayaq qeyd elədik ki, Azərbaycan ona görə qədim insan məskənidir ki, burada qədim yaşayış məskənləri yerləşir. Hansılardır bu yaşayış məskənləri? Füzuli şəhəri yaxınlığında Xocavənddə yerləşən Azıq mağarası, hansı ki, ən qədim insan tapıntılarından biridir. Qarabağda yerləşən Tağlar mağarası, Kəlbəcərdə yerləşən Zar mağarası, Qazaxda olan Damcılı Daşsalahlı mağaraları, Lirikdəki Buzeyir mağarası, Naxçıvandakı Qazma və Mingəçevirdə Qaraca düşərgələri. Bir məsələni də qeyd eləyək ki, bu adlarını çəkdiyimiz bütün abidələr ümumilikdə bütövlüklə paleolit dövrü abidələridir. Yəni qədim daş dövrü abidələridir. Paleolit dövrün mərhələləri olan alt paleolit, orta paleolit və üst paleolitin hər birinin özünə məxsus xüsusiyyətləri var. Məsələn, alt paleolit dövrü eramızdan əvvəl 1,5 milyon il bundan əvvəldən və yaxud da ki, ilk insan tipi yaranandan 100 min il bundan əvvələ qədər davam eləmiş mərhələmizdir. Nə baş verir alt paleolit dövründə? Biz bayaqdan kimdən danışırıq? İnsandan danışırıq. Demək ki, bu dövrdə yaşayan insan tipi necə insan tipidir? Bacarıqlı insandır. Niyə görə bacarıqlıdır? Çünki əl əməyindən istifadə edərək sadə əmək alətlərini hazırlamağı bacarır. Biz bu bacarıqlı insana həm də azıxantrop deyirik. Niyə? Çünki 1968-ci ildə Mehmet Ali Hüseynov tərəfindən Azıq mağarasında ilk dəfə Azıq insanının sümüklərinə, qalıqlarına biz rast gəlmişik. 8 rəqəmi, bəli. Sonra ilk insan kollektivi, insan həm sosial varlıqdır, həm də bioloji varlıqdır. Sosial varlıq olan insan ən qədim dövrdən bugünə qədər kollektiv halda yaşayır. Tək halda yaşaması əksər hallarda qeyri-mümkün və ya da ki, ekstremal hadisələrdə baş verir. Və ilkin insan kollektivi adlanır ulu icma. Nədir ulu icma və niyə görə insan kollektiv yaşamaq məcburiyyətindədir? Ulu icma ilkin insan kollektivi olan, körtəbii xarakter daşıyan, tez-tez dağılan, təbiətdən qorunmaq üçün, qida ehtiyatı əldə edə bilmək üçün, odu, ocağı qoruya bilmək üçün, heyvanların hücumlarından qoruna bilmək üçün, yəni məcburiyyətdən yaranan zərurəti idi. İnsanlar buna görə də körtəbii şəkildə sadəcə az olaraq birgə kollektiv halda yaşayırdılar və körtəbii xarakter daşıdığına görə hər hansı bir qayda qanuna əsaslanmadığına görə tez-tezə dağılırdı. Çünki yəni daha çox qidanı bölmək üstündə bir-birləri ilə mübahisə yaşayırdılar və buna görə körtəbii xarakter daşıyır deyirik. Bir digər məsələ, insan varsa onun bir məşğuliyyəti də olmalıdır. İnsan nə yeyəcək, nə içəcək, nə ilə məşğul olacaq? İnsanların ilkin məşğuliyyətləri onların mənimsəmə və yaxud da ki, istehlak
istehlak təsərrüfatıdır. Nədir mənimsəmə təsərrüfatı? Nədir istehlak təsərrüfatı? Ovçuluq, yığıcılıq, mənimsəmə və yaxud da ki, istehlak təsərrüfatı adlandırılır. Bir digər məsələ qeyd etdiyimiz kimi sivridaş, yerqazan çubuq, hansı ki dəyənək və bayaq da bunları qeyd edək ki, bunlar insanların ilkin əmək alətləri idi. Bir digər məsələ, ulu icmada ilk insan birliyinin formalaşmasının zərurətlərini biz bayaq qeyd elədik. Və burada da göstərilir ki, təbiət hadisələrində aciz qalmamaq üçün, vəhşi heyvanlardan qorunmaq üçün, gündəlik tələbatları, yəni qida ehtiyatlarını toplaya bilmək üçün kollektiv halda yaşamaq məcburiyyətində qalmışdırlar. Azıq mağarası ilə bağlı maraqlı nəyi deyə bilərik? Onu deyə bilərik ki, bu mağarada biz bir daha qeyd edirik ki, ilk insan tipinə rast gəlmişik, hansı ki buna bacarıqlı insan deyirdilər. 700 min bundan əvvəl yaşadığı ehtimal olunur. Məmməd Əli Hüseynov tərəfindən tapılmışdır və həmin bu insan qadın olduğu ehtimal olunur və qadınların çənəsi alt paleolitdən bugünə qədər hələ də var. Bu da onların niyə görə daha çox ünsiyyət qurduqlarının yəqin ki cavabı ola bilər. Bir digər məsələ isə Azıq mağarası ən qədim dövrdən etibarən deməli insanların araşdırıldığı və öyrənildiyi bir məkandır və hətta bu tapıntı dünyada 4-cü ən qədim tapıntı hesab olunur. Azıq mağarasında başqa maraqlı tapıntılar da var. Məsələn, biz Azıq mağarasında 700 min il bundan əvvələ aid olan ocaq izlərinə rast gəlmişik. Deməli, ocaq izləri 700 min il bundan əvvəl olan ocaq izlərinə rast gəlmişik. 350-400 min il bundan əvvələ olan isə insan qalıqlarına rast gəlmişik. Başqa nəyə rast gəlmişik? Başqa eyni zamanda bu dövrdə ilkin insanların inanclarını sübuta yetirən, ayı kəlləsi üzərində olan təsvirləri özündə əks elətdirən totemlərə inamı görmüşük. Hansı ki, ayı kəlləsi üzərində olan təsvirlər qədim insanların heyvanlara və totemlərə inamının olduğunu göstərir. İnsan ümumiyyətlə qarşısında aciz olduğu qüvvəyə inanır və alt paleolit dövründə insanlar daha çox heyvanların qarşısında aciz idilər. Çünki qidaları da onlarla bağlıdır, yaşayıb yaşamamaqları da onların hücumlarından, müdafiəsindən bağlıdır. Ona görə də ilk insan tipləri deməli, ayı kəlləsi üzərində olan təsvirlər heyvanlara, dini ayinlərin inamını sübuta yetirmiş olur. Bir digər mərhələmiz bizim Orta Paleolit dövrüdür. Orta Paleolit dövrü 100 min il bundan əvvəldən 35 min il bundan əvvələ qədər olan dövrə əhatə eləyir. Alt Paleolit dövrü Quruçay mədəniyyəti idi. Orta Paleolit dövrünə dünya ədəbiyyatında Musiya mədəniyyəti dövrü kimi də səciyyələndirilir və bu dövrdə yeni insan tipi yarandı. Necə insan idi bu yeni insan? Neandertal insan. Kimdir Neandertal insan? Nə ilə fərqlənir Neandertal insan bacarıqlı insandan? Neandertal insan beyin həcmi bacarıqlı insanla müqayisədə daha da böyüdür. Yəni insanlar ağıllandıqca beyin həcmləri daha da böyüyür. Və eyni zamanda Neandertal insanla bacarıqlı insanın ortaq cəhətləri də var. Məsələn, hər ikisi də ulu icma halında yaşayıb, hər ikisi də əsasən əmək alətləri daşdan hazırlanıbdır. Hər ikisi də əsasən mənimsəmə təsərrüfatı ilə yığıcılıqla və ovçuluqla məşğul olmuşdur. Neandertal insan artıq axirətə inamı formalaşdırmışdı. Nədir axirətə inam? Ölümdən sonraki həyata inamı özündə əks elətdirir. Yəni artıq insanlar ölümdən sonraki həyatın varlığını düşünərək axirət dünyasına inamı inanclarına yələnmişdirlər. Bir digər məsələ isə süni odun əldə edilməsi. Bu da maraqlı bir məsələdir. Təbii od və süni od. Təbii od alt paleolit dövründədir. Hansı ki, təbiət qüvvələrində baş vermiş təbii hadisələr nəticəsində, vulkan püskürməsi nəticəsində, məsələn, ildırım çaxması nəticəsində, havanın çox isti olması ilə əlaqədar olaraq baş verən meşə yanğınları nəticəsində təbii odla tanış oldu insanlar hələ alt paleolit dövründən və gördülər ki, təbii od onları həm heyvanlardan qoruyur, çünki heyvanlar oddan qorxurlar, həm onları isidir soyuq havalarda, həm sonraki mərhələdə qidanı onunla bişirib yemək daha rahatdır və bütün bunlar insanların təbii odla ilkin tanışlığı idi. Amma özləri
odu istədiyi vaxtda əldə edə bilmirdilər və təbiət də hər zaman onlara odu vermirdi. Ona görə təbiət vasitəsilə əldə edilən odu daima qorumağa çalışırdılar. Onun sönməsinə icazə vermirdilər. Amma orta paleolit dövründə artıq özləri süni şəkildə od əldə etməyi bacardılar. Çaxmaq daşı və digər vasitələrdən istifadə edərək istədikləri vaxtda ocaq qalamağın mümkünlüyünü başa düşdülər, öyrəndilər və bu da adlanır artıq süni oddan istifadə. Yenə biz orta paleolit dövründə də Azıq mağarasındakı abidələrimizi görürük. Tağlarda zar, Qazaxda daş salahlı, Naxçıvanda qazma, bu tip mağaralarımızda biz orta paleolitə aid nümunələr, maddi mədəniyyət nümunələri tapmışıq. Bir digər mərhələmiz bizim üst paleolitdir. Üst paleolit dövrü eramızdan əvvəl 35 min il bundan əvvəldən eramızdan əvvəl 12-ci min illiyə qədər olan dövrü əhatə etmişdir. Üst paleolit dövrü yeniliklərin başladığı dövrün başlanğıcı da hesab oluna bilər. Çünki bu dövrdə növbəti yeni bir insan tipi formalaşdı. Necə insan? Ağıllı insan və yaxud da ki biz ona deyə bilərik Homo sapiens. Ağıllı insan olan Homo sapiens təbii ki özündən əvvəlki insan nümunələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənirdi. Məsələn, şuuru var idi, daha şuurluydu, səsli rabitəli nitqə malik idi, beyin həcmi daha böyük idi və şuurlu insan olan Homo sapiensdə şuurlu insan kollektivi formalaşdırdı. Nə idi bu kollektiv? Qəbilə icması. Qəbilə icması ulu icmadan nə ilə fərqlənirdi? Ulu icma körtəbi xarakter daşıyırdı və yaxud da qeyd etdiyimiz kimi, yəni orada bir məcburiyyət, bir qayda qanun, bir sərtlik yox idi. Amma qəbilə icması isə artıq daha mütəşəkkil idi. Çünki orada konkret bir qayda qanun mövcud idi. Nə idi bu qayda qanun? Ana xətti ilə, ana qohumluğu ilə, qan qohumluğuna əsaslanan insan birliyi idi. Yəni elə mən bu qəbilə ilə yola getmədim, mən bu qəbilədən getdim deyə bir anlayış bu dövr üçün demək olar ki, mümkünsüz idi və hətta belə də deyə bilərik ki, üst paleolit dövründə qəbilə icmasında yaşayan insana verilə biləcəyi ən böyük cəza nə ola bilərdi? O insanın qəbilədən uzaqlaşdırılması. Çünki o insan tək qalırdı və həmin dövrdə də tək təbiət qüvvələrinə qarşı mübarizə mümkünsüz idi. Yəni ölümə tərk edilmiş kimi bir şey olurdu. Yəni qəbilə icması daha mütəşəkkil insan kollektivi idi. Qan qohumluğuna əsaslandığına görə, ana xətti ilə getdiyinə görə biz buna ana xaqanlığı dövrü və yaxud da ki matriarxat dövrü kimi səciyyələndiririk. Nə idi ananın qəbilədə rolu ki, hətta biz yəni ananın bu qədər qəbilədə müqəddəsləşdiyini görürük və ana xətti ilə bir idarəçilik sistemi görürük. Müqəddəs hesab olunan odu qoruyur. Çünki bütün gün evdədir. Qida əldə eləmək, söhbət hansı qidadan gedir? Yığıcılıqdan gedir. Ümumiyyətlə, alt paleolit, orta paleolit, üst paleolit dövründə ovçuluq əsas ön planda olan məşğuliyyət sahəsi deyildi. Yəni, insanlar hər gün ət yeyə bilmirdilər. Çünki ət əldə eləmək, qida əldə eləmək çox çətin bir proses idi. O heyvanı pusquya salmaq lazımdır, onu yəni əldə eləmək lazımdır. Hər hansısa bir alternativ variantları yoxdur. Özləri ovlanmağa gedən zaman ova çevrilə bilərlər. Çox böyük risk idi. Ov üçün ayrıca mövsümlər var idi. Ov mövsümlərində bu ovlama proseslərini ancaq həyata keçirdə bilirdilər. Yəni, əsas qidalanma mənbələri yığıcılıqdan, gilə meyvələrdən, meyvələrdən olan, otlardan olan qida idi. Və məhz bu səbəbdən də deməli, yığıcılıqla məşğul olmaqla da qadın məşğul olduğuna görə qadın ön planda idi. Və təbii ki, qəbilənin nəslinin davamçısı olan uşaqların qayğısına qalması. Bütün bu amillər ananı bir mərtəbə daha ön plana keçirmiş oldu və dövrdə ana xaqanlığı dövrü adlandırıldı. Bir də ağıllı insanlar eyni zamanda mağaralarda, qazmalarda, artıq yerüstü komalarda yaşamağa başladılar. Bir növ belə deyək, barakalarda yaşamağa başladılar. Bir digər məsələ isə ondan ibarət idi ki, üst paleolit dövründə ibtidai incəsənət nümunələri yaranmağa başladı. Ağacların kötüklərini bir-birlərinə bağlayıb sallar hazırlamağa başladılar çayın bir tərəfindən digər tərəfinə keçə bilmək üçün. Növbəti mərhələmiz bizim bir digər maraqlı mərhələmizdir, yenilikləri bol olan mərhələmizdir. Bu mərhələmiz də bizim mezolit dövrüdür. Tərcüməsi yenə də qeyd edirik, orta daş dövrü deməkdir. Yenə də qeyd edirik ki, orta daş dövrü ilə orta paleolit dövrünü bir-birinə qarışdırmırıq. Mezolit dövrü eradan əvvəl 12-ci, 8-ci minillikləri əhatə edir. Mezolit dövrünün ən böyük kəşfi, ən əsas məsələsi ox və kamanın kəşfidir. Nədir ox və kamanın kəşfini bu qədər vacib edən amil?
Bayaq qeyd etdik ki, insanlar hər istədikləri vaxtda qida əldə edə bilmirdilər, yəni ət əldə edə bilmirdilər, heyvanlar ovlaya bilmirdilər. Ox və kamanın kəşfi ilə puçka ovçuluğunu fərdi ovçuluğa əvəz elədi. Yəni bir nəfər artıq uzaq məsafələrdən gedib rahat bir şəkildə heyvanları ovlayıb, gətirib istifadə edə bildi. Artıq kollektiv ovlamağa getməyə və bu qədər böyük bir təhlükə yaşamağa ehtiyac qalmamışdı. Bu da nəyə səbəb oldu? Qida ehtiyatının artmasına. Bu da nəyə səbəb oldu? Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsasının qoyulmasına. Keçid sözü mütləqdir. Keçid ifadəsi varsa söhbət mezolit dövründən gedir. Və beləliklə qarşısında mütləq ibtidai və yaxud da ki ilkin sözü olmalıdır. İlkin əkinçilik vərdişləri, ibtidai əkinçilik vərdişləri yaranmış oldu və heyvanların əhəlləşdirilməsinə başlandı. Yəni artıq əkinçilik və maldarlığın əsası qoyuldu sanki və ilk əhəlləşən heyvanımız da ən sadə heyvanlardan olan itdir. Mezolit dövrünün əmək alətləri necə alətlərdir? Mikrolit alətlər, mezolit, mikrolit. Kiçik ölçülü alətlər deməkdir. Və balıqçılıqla bağlı, da ovçuluqla bağlı bir yeni əmək aləti olan harpun kəşf olundu ki, bu da balıqların ovlanması üçün istifadə olunurdu. Və artıq salları biraz inkişaf elətdirib qayıqlar hazırlamağa başladılar. Bu qayıqlar da harda yerləşirdi? Qobustanda yerləşirdi. Yəni Qobustandakı qayıqüstü təsvirlər burada qayıqlardan istifadəni sübuta yetirirdi. Qobustan mağarası, Qobustan abidələri bugün Abşeron yarımadasına ən yaxın ərazidə yerləşən bir ərazidədir və çox maraqlı bir tarixi abidəmizdir. Tədqiqatı hələ də davam etməkdədir. Açıq hava altında tarixi muzey deyə bilərik biz bu abidəyə və elə buna görə də 2007-ci ildən etibarən UNESCO-nun mədəni irs siyahısına daxil olmuşdur Qobustan abidəmiz. Və kim edir tədqiq edən bu Qobustan abidələrini və dünyaya tanıdan? 20-ci əsr Norveç alimi Ture Heyerdahl. Bir çoxunuz Ture Heyerdahlı yəqin ki, coğrafiya fənnindən tanıyırsınız. Coğrafi düşüncələri ilə məşğul olan bir şəxsdir və təbii ki, coğrafiyaçılar həm də səyyah olurlar, onlar gəzirlər, tədqiq eləyirlər. Azərbaycana gəlmiş, hələ 20-ci əsrdə Azərbaycanı gəmiçiliyin meydana gəldiyi ən qədim diyar adlandırmışdır Ture Heyerdahl. Bir digər məsələ artıq bu dövrdə dəfn adətlərində olan yeniliklərdir. Artıq axirətə inamla əlaqədar olaraq ölülərin yanında məişət əşyaları, iri bütlər, daşlar qoyulmağa başlandı. Ehtimal olunur ki, ölümdən sonraki həyatda da bu əşyalara onların ehtiyacları olacaq. Və daha çox biz mezolit dövrü abidələrini Qobustan abidələrində və deməli Qazaxdakı damcılın abidələri əsasında öyrənirik. Bir digər dövrümüz bizim neolit dövrüdür. Yenə də adından da görüldüyü kimi yeniliklərlə dolu olan dövrümüz, yeni daş dövrümüz. Eradan əvvəl hansı ki 8-ci, 6-cı minillikləri əhatə edən dövrümüzdür. Bu dövrdə bir çox yeni sənət sahələri meydana gəldi. Niyə? Niyə indiyə qədər biz ibtidai sənətkarlıq deyirdik? Artıq neolitdə qarşısında ibtidai sözünü işlətmədən birbaşa sənətkarlıq ifadəsini işlədirik. Çünki bundan əvvəl insanlar təbiətdən tam olaraq asılı idilər. Bugün də aslıyıq təbii ki, çünki biz də təbiətin bir parçasıyıq. Günəş mütləq çıxmalıdır, yağış mütləq yağmalıdır, külək mütləq əsməlidir. Bu təbii hadisələr yer kürəsində baş verən bütün proseslərə bir mənalı şəkildə təsir göstərir və biz də bu təbiətin bir parçasıyıq. Amma qədim insanın, yəni neolit dövrünə qədər yaşayan insanın asılılığı daha çox idi. Çünki o hər şeyini təbiətdən almaq məcburiyyətindədir. Çünki özü istehsalatla məşğul deyildi. Artıq neolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfata keçid tam olaraq yekunlaşdı. Və insanlar özləri bir şeyləri istehsal eləməyə başladılar. Bitkilər artıq özləri əkib becərməyə başladılar. Bayaq da mezolit dövründə dedik ki, ilkin əkinçilik vərdişləri yaranmışdı. Neolit dövründə yaranan əkinçiliyə biz toxa əkinçiliyi deyirik, çünki əmək aləti kimi toxa və oraqdan istifadə edilmişdir. Bir digər məsələ, iri heyvanları ovladıqdan sonra onların övladlarını gətirirdilər öz yaşadıkları yerə, yəni balalarını və onları əhilləşdirməyə başlayırdılar ki, itlə bizlik başlanıldı və beləliklə fərdi ev təsərrüfatı yaranmağa başladı, yəni maldarlıq yaranmağa başladı. Artıq təbiətdən asılılıq azaldıqca, çünki əvvəl elə idi ki, ancaq buradakı
bitkiləri, gilə meyvələri ovlayırdılar. Buradakı qida bitdi, buradakı heyvanlar qurtardı, ovlama prosesi azaldı, qida ehtiyatı tükəndi. Məcbur idilər ki, yeni qida ehtiyatları əldə eləsinlər. Ona görə köçəri həyat yaşayırdılar. Neolit dövründə artıq özləri istehsalat apardıqlarına görə artıq oturaq həyat yaşamağa başladılar. Neolit dövründə insanlar oturaq həyata keçdi. Nəticədə yeni sənət sahələri yarandı. Nədir bu sənət sahələri? Dulusçuluq, daşların deşilməsi, cilalanması, toxuculuq, dəri işləmə, əkinçilik, maldarlıq və bütün yeni sənət sahələri yeni əmək alətləri deməkdir. Nədir bu əmək alətlərimiz? Toxa, oraq, həvəngdəstə, dəndaşı, sürtgəc, iyucluqlar, bu kimi yeni əmək alətləri hazırlandı. Çəkic, balta və bütün bu yeniliklər təbii ki, nə adlanır? Neolit inqilabı adlanır. Neolit inqilabı adlandırılır. Bir digər məsələmiz ondan ibarətdir ki, biz neolit dövrünə aid olan abidələrimizə harda rast gəlmişik? Neolit dövrünə olan abidələrimizə biz Ağcabədidə Kamiltəpə, Tovuzda Göytəpə, Naxçıvan ərazisində, Gəncə Qazax ərazisində, Təbriz və Qobustan ərazisində rast gəlmişik. Bir məsələ də var, indəndən qeyd eləyək Göytəpə abidəsi ilə bağlı. Deməli, bizim iki yerdə Göytəpə abidəmiz var. Biri Tovuzdakı Göytəpəmizdir, biri də Urmiyadakı Göytəpə abidəsidir. Ümumiyyətlə, bir məsələni də qeyd eləyək ki, Azərbaycan tarixində Şimali Azərbaycan və Cənubi Azərbaycan deyə terminlər mövcuddur. Şimali Azərbaycan dedikdə biz deməli 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Çarlıq Rusiyasının ərazisində qalan bugünkü Azərbaycan Respublikası, Ermənistan Respublikası və Gürcüstan Respublikasının bir sıra əraziləri, hətta Dağıstan Respublikasının bir sıra ərazilərini şamil edirik. Yəni 1828-ci ildə Türkmənçay sülh müqaviləsi ilə Çarlıq Rusiyasının ərazisində qalan etnik Azərbaycan torpaqları Şimali Azərbaycan ərazisi hesab olunur və Qacarların tərkibində qalan etnik Azərbaycan torpaqları Urmiya gölü həvzəsində yerləşən, məsələn, Təbriz, Marağa, Urmiya, deməli Ərdəbil, bu kimi ərazilərimiz isə bizim Cənubi Azərbaycan ərazilərimiz hesab edilir. Deməli biz hansı nəticəyə gəlirik? Biz o nəticəyə gəlirik ki, Şimali Azərbaycan dedikdə 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycanın şimalında, yəni Çarlıq Rusiyasının tərkibində qalan ərazilərimiz Şimali Azərbaycan əraziləri, 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Qacarlarda qalan ərazilərimiz isə adlanır Cənubi Azərbaycan əraziləri. Və biz dövlətçilik ənənələrimizi unutmamaq üçün Azərbaycan tarixi dərsliyində Şimali Azərbaycan və Cənubi Azərbaycan ərazilərində baş verən prosesləri öyrənir və öyrədirik.